Aparıcı Zaur Baxşəliyev saçları ilə bağlı səmimi açıqlaması ilə diqqət çəkib. Tanınmış aparıcı bu barədə aparıcısı olduğu veriliş zamanı danışıb. O bildirib ki, bir müddət saçlarını boyatsa da artıq bu vərdişdən imtina etmək qərarına gəlib. Zaur Baxşəliyev bundan sonra saçlarını təbii halında saxlayacağını və onlara boya vurmayacağını deyib. Aparıcı qeyd edib ki, hazırki saç tərzi ona daha çox yaraşır və özünü bu şəkildə daha rahat hiss edir. Saçlarımı uzadıram, artıq əl vurmuram. Mənə belə saçlar yaraşır, daha rəngləməyəcəyəm. Zaur Baxşəliyev ailəsinin, xüsusilə də anasının bu mövzu ilə bağlı ona tez-tez tövsiyə verdiyini də açıqlayıb. Anasının saçlarını boyanmasını istədiyini deyən aparıcı bunun səbəbini belə izah edib. Anam deyir ki, saçına rəng qoy, özünü qocatma. Lakin aparıcı bu fikirlərlə razılaşmadığını bildirib və ağaran saçlara özünə məxsus fəlsəfi yanaşmasını bölüşüb. Onun sözlərinə görə ağaran saçlar boşuna deyil və hər biri yaşanmış həyat yolunun bir göstəricisidir. Amma bu saçlar əbəs yerə ağarmadı. Hər ağaran saç insanın bir ömür yoludur. Saçlar bəyazlaşdıqca həyatını əbəs yerə yaşamadığını anlayırsan. Aparıcının bu səmimi etirafı sosial şəbəkələrdə də maraqla qarşılanıb və izləyicilər tərəfindən müxtəlif rəylər doğurub.